Bakıda saxlanılan Özbək həkim müğənni çıxdı. Gündəm xəbər nefrində 12 mart tarixidir və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Bakıda BSVIP estetik klinikasında 2 günlük qəbul keçirən Özbəkistanlı həkim İqbal Soliyev ötən gün polis tərəfindən saxlanılıb və barəsində araşdırma başladılıb. Qeyd edək ki, Savaş Media Aza istinadən bu məlumatı diqqətinizə çatdırır ki, Bakıda bir xəstəni 60 manata qəbul edən İqbal Soliyevlə bağlı bəzi maraqlı məlumatlar var. Belə ki, tam adı İqbalcan Soliyev olan İqbal Soliyev Özbəkistanın Kokan şəhərində yaşayır və 2020-ci ildə Özbəkistanda xalq təbabəti fəaliyyəti üzrə qeydiyyatdan keçib. Sertifikat müddəti 2024-cü ildə bitsə də müddəti yeniləmədən fəaliyyətinə davam edib. Buna görə də 2025-ci ildə 7,5 milyon som, yəni 1050 manat cərimələnib. Daha sonra isə yenə eyni səbəbdən 10 günlük həbs edilib. Özünü Bionur adlı müalicə metodunun yaradıcısı və xalq təbibi adlandıran İqbal Soliyev iddia eləyir ki, əllə toxunaraq enerji ötürür və bununla da mənfi enerjini çıxararaq müxtəlif xəstəlikləri müalicə eləyir. Onun bel və oynaq ağrıları, sinir problemləri və baş ağrısı, yuxusuzluq və bəzi daxili xəstəlikləri müalicə etdiyi iddia olunur. Hətta Soliyevin xəstələri olduqlarını bildirən bəzi insanlar çəkdikləri videolarda onun xəstəyə toxunmadan da müalicə etdiyini, telefon və ya video vasitəsilə enerji göndərdiyini də iddia eləyirlər. İqbal Soliyev adını və fəaliyyətini tanıtmağa sosial şəbəkələrdən başlayıb. Bundan sonra da ona müxtəlif ölkələrin xəstəxanalarında günlük müalicə kursu təklifləri gəlib və sosial şəbəkələrdəki videolarından İqbal Soliyev təkcə Azərbaycanda deyil, eyni zamanda Qırğızıstan, Qazaxıstan və Rusiyada da insanları müalicə etdiyi, yəni görmək mümkündür. İqbal Soliyevi bu ölkələrin xəstəxanalarında da uzun növbələr gözləyib. İqbal Soliyevin fəaliyyətinə münasibət öz vətənində də bir mənalı deyil. Belə ki, bəziləri onu fırıldaqçı adlandırıb, elmin bioenerji ilə müalicəni təsdiqləmədiyini bildirib, bəziləri isə bunu xalq təbabəti adlandıraraq enerji ötürməklə də şəfa tapmağın mümkün olduğunu qeyd ediblər. Müasir tibb isə bu metodu müalicə üsulu kimi qəbul eləmir. İqbal Soliyev bir müsahibəsində bildirib ki, enerji ilə müalicə edə bilmək sonradan qazanılırmı? Bu qabiliyyət ona yaradılışdan verilib və o məharətlərini bununla bitmədiyini bildirir. Özbəkistan mətbuatını da yazdığına görə o gənclik illərində müğənnilik edib və toylara gedib. Özbəklər onu orta səviyyədən də aşağı müğənni kimi qəbul eləyiblər. Sosial şəbəkələrin Özbəkistan segmentində İqbal Soliyevin həkimliyə başlamasının toylara az dəvət alması səbəbilə əlaqələndiriblər. Və həmin şəxsin sosial şəbəkələrdə toylarda ifa etdiyi və müğənnilik etdiyi zamanların videoları da viral olub.